Mənə görə sözsüz ki, dünyanın ən ləzzətli lahmacunu elə özümün hazırladığı lahmacundur. Heç kim inciməsin, amma bu qədər restoranlarda sınamışam, öz hazırladığım qədər ləzzətli alınmayıb. İstəsəniz xırçıltılı, istəsəniz də pambıq kimi yumşaq edib yeyə bilərsiniz. 700 qram mal ətinin üzərinə 2 ədəd soğan, 4 ədəd yaşıl biber, 3 ədəd qırmızı biber, 3 ədəd pomidor, 5 diş sarımsaq, 1 dolu yemək qaşığı biber pastası, 2 dolu yemək qaşığı tomat pastası əlavə edib qarışdırın. Ədviyyatlardan duz, istiot, paprika, sarkök əlavə elədim və bu hardasa 2-3 saat soyucu dinlənməyə getdi. 1 kilo yarım unun xəmirini yoğurdum, içərisinə sadəcə duz, su və şəkər tozu əlavə elədim. Bu xəmir mayasız olacaq. 30 dəqiqə dinləndirdikdən sonra başlayıram kündələrimi açmağa. Xəmiri 2 yerə bölən bir bezəni yenə də gözləməyə alıram. Digər bezəni isə 4 hissəyə bölürəm. Alınan hissələrdən də 4 eyni hissələrə ayırıram. Başlayıram xəmiri yavaş-yavaş açmağa. Bu əsnada da tavamı isidirəm. Sizin üçün yaymaq rahat olsun deyə lahmacun xəmirini atırsınız isti tavanın içərisinə və içliyi də tavanın içərisində istədiyiniz qədər vurub qapağını örtürsünüz. İnan səmimiyyətimə, bəlkə düşünərsiniz ki, bu formada ət bişmir, qətiyyən elə düşünməyin, çox gözəl bişir. Sobada da hazırlaya bilərsiniz. Mən amma 2-3 dənə tavanı belə qoydum, tez-tez tavada hazırladım və bitdi. Lahmacunlarınızın yumşaq olması üçün sonda birini belə edin və üzərini örtün. Pambıq kimi yumşaq olacaq. Zövqlər müxtəlifdir. İstəsəniz üzərinə Holland pendiri əlavə edə bilərsiniz, istəsəniz xırxırt yeyə bilərsiniz. Pomidorla da çox ləzzətli olur, amma mən belə sadə sevirəm. Nuş olsun, göz haqqınızı halal edin. Özünüzə yaxşı baxın. Hələlik.